Medea sendromu öz adını sevdiyi üçün hər şeyini fəda edib, onunla birlikdə onun ölkəsinə, Yunanıstana gedən adamın xəyanəti ilə üzləşən Medeanın qisas almaq üçün öz övladlarını öldürməsi faciəsindən alır. Bu tragediyada Evripid bizə Medeanı bir sehirbaz qadın olaraq təqdim eləyir, hansı ki o kralın qızıdır və bir gün Yasona görür və ona aşiq olur. Bunun sayəsində bütün hər şeyini fəda edərək Yunanıstana gedir onunla birlikdə. Onlar ailə qururlar və daha sonra Yason daha artıq gücə sahib olmaq istədiyi üçün başqa kralın qızı ilə evlənmək istəyir. Bunu öyrənən Medea isə intiqam hissi ilə alışıb yanaraq həmən qadına geyim göndərir, toy libası göndərir və o qadın kraliça bunu geyinərək, zəhərlənərək ölür. Daha sonra isə hikkəsi soyunmayan Medea iki övladlarını da öldürür qisas məqsədi ilə. Bu sendrom olaraq da ərindən intiqam almaq üçün, daha doğrusu əri ona psixoloji və yaxud da ki, fizioloji şiddət göstərirsə, uşaqlarından işgəncə verən anaların sendromu ilə eyniləşdirilir. Məsələn, cəmiyyətdə də, hətta xəbərlərdə də tez-tez görürük, uşaqlara işgəncə verilir analar və yaxud da ki, hətta öldürürlər. Bunlar Medea sendromu olaraq dəyərləndirilir. Belə deyək, sevgi görməyən qadının və yaxud da xəyanətlə qarşılaşan qadının intiqamı. Bu əsər özəlliklə feminist aspektdən çox dəyərlidir. Çünki özəlliklə analıq anlayışının bu qədər günümüzdə belə müqəddəsləşdirildiyi, qadınlara yük olaraq kişilərə çünki o qədər müqəddəsləşdirilmir atalıq anlayışı. Amma 21-ci əsrdə belə baxırıq ki, antik Yunandan bu yana böyük bir dəyişimlər yoxdur. Analıq anlayışını müqəddəsləşdirərək qadınlara bir yük formasında yükləyiblər. Medea isə bütün bu anlayışlara antik Yunanda bilirik ki, yəni bütün filozoflar tarixin, dönəmin çox öncəsini görən, çox öncəsində yaşayan filozoflar belə qadını ikinci cins olaraq dəyərləndiriblər. Yəni əslində qadının toplumdakı yeri uşaq dünyaya gətirmək üçün, yəni nəsil artırmaq üçün sadəcə olaraq bu funksiya üçün dəyərləndirilirdi. Məsələn, ana olmayan qadınlar belə, günümüzdə belə və yaxud da ki, olmaq istəməyənlər belə bir mənalı qarşılanmır. Çünki sən qadınsan, doğa bilirsənsə deməli doğmalısan. Və dediyim kimi, yenə təkrar edirəm, analıq anlayışı tamamilə müqəddəsləşdirilmiş, bütləşdirilmiş bir anlayışdır. Kişilərə bu yük bu qədər yüklənilmir. Qadınlarla bağlı, qadınların ikinci cins olması ilə bağlı, məsələn, İslamda belə müzakirə eləyəndə bu çox önəmli bir fərqdir. Hər dəfə deyirlər ki, qadında İslama dəyər verilib, bəs Məhəmməd Peyğəmbər deyir ki, cənnət anaların ayağının altındadır. Bəli, anaların deyirdi, qadınların demirdi. Qadın başqadır, ana başqadır. Özəlliklə fikir versə, cəmiyyətdə görə bilərik ki, bədbəxt, baxımsız, pis həyat yaşayan, xoşbəxt olmayan, məişətdə boğuşan qadınlar cəmiyyət tərəfindən daha əxlaqlı, daha müsbət qarşılanır. Görünüşünə qiymət verən, özünə dəyər verən, baxımlı, öz istədiklərini asan şəkildə dilə gətirən, qadınlar isə daha çox, yəni əxlaqsız olaraq dəyərləndirilir və yaxud da ki, mənfi obraz olaraq, qısqanclıq hissləri ilə qarşılanır. Yəni müsbət qarşılanmır qısa olaraq. Çünki bütün bunlar antik dönəmlərdən bu yana qadınlara yüklənmiş yüklərdir və antik Yunanda da dediyim kimi qadın ana olaraq dəyər görə bilərdi. Hansı ki, bütün tarix boyu da biz görürük ki, Muhteşəm Yüzyılda belə görürdük ki, güc sahibi olmaq üçün, söz sahibi olmaq üçün əslində başqa bir yolun yoxdur. Sadəcə olaraq uşaq dünyaya gətirərək bir kralın, bir Sultan Süleymanın övladını dünyaya gətirərək bir söz sahibi ola bilərsən, nisbətən adam yerinə qoyula bilərsən. Başqa əslində heç bir yol qoyulmayıbdır qadınlara və günümüzdə də belə deyim, dəyişən əslində bir şey yoxdur.
ana deyilsənsə, övladın yoxdursa, yəni dəyərləndirilmirsən, yarımçıq dəyərləndirirsən və yaxud da və Medea bu qadın anlayışını yerlə bir eləyən bir qadın obrazıdır. Xəyanəti qəbul eləməyən, yeri gələndə intiqamdan gözü dönən, öz uşaqlarını belə öldürəcək qədər gözü dönən, yəni o analığın müqəddəsliyini yerlə yeksan edəcək bir obrazdır. Bu baxımdan feminist aspektdən dəyərləndiriləndə çox güclü bir əsərdir. Amma əlbəttə ki, uşaqlarının öldürməsi sadəcə olaraq feminist aspektdən dəyərləndirilmir. Yəni çox mənfi yönlərdə də dəyərləndirilir. Onu sadəcə cinayətkar kimi də dəyərləndirirlər, gözü dönmüş cinayətkar olaraq da dəyərləndirirlər. Amma yenə də hər bir halda düşünürəm ki, Medea tarixin ən güclü tragediyalarından biridir. Hətta bunu mən demirəm, Sokratın da bu barədə Medea tragediyası ilə bağlı fikirləri var. Medea bu arada tamaşası Azərbaycanda göstərilir. Hansı ki, demək olar ki, 3-4 dəfə getmək planım olub, bilet almışam və bilmirəm, nədənsə bu teatra gedib çıxa bilməmişəm. Filmləri var, müxtəlif dönəmlərdə, müxtəlif versiyalarda ağ-qara olmaqla və modern zamana da hətta uyarlanan filmləri var. Yəni ətrafımızda belə deyim, şiddət görən, bura özəlliklə psixoloji şiddət də aiddir. Qadınların uşaqlarına pis davrandığını görürüksə, böyük ehtimalla bu Medea sendromudur. Yəni bir söz var idi, bilmirəm kimə aiddir, deyir, uşaqlarınıza edəcəyiniz ən böyük yaxşılıq onların analarını sevməkdir. Sevgi görməyən qadın və yaxud da ki, əzilən qadın bunun intiqamını, yəni kimin kimə gücü çatırsa, ona gücünü göstərir və necə ki, bir kişi iş yerində əzilirsə, gəlir həyat yoldaşına pis davranır. Yəni nə görürsənsə, qarşındakına da onu verirsən və bu zincirvari gedir. Kişi də həyat yoldaşına pis davranırsa və yaxud da ki, xəyanət eləyirsə, qadın bunun qarşısında, yəni intiqamını almaq üçün, bu qarşılığı vermək üçün uşaqlarını psixoloji olaraq pis davranır və yaxud da ki, Medea kimi. Yəni Medea sendromu əslində belə baxanda xəbərlərdə filan bu gündə də çıxır qarşımıza, uşaqlarını öldürürlər. Bu travmatik bir əslində psixoloqlar bunu travma sonrası pozğunluq kimi də dəyərləndirirlər. Tibbdə yəni bunun adı var, bir diaqnozu var. Yəni belə Medea tamaşaları görsəniz, bilməm, yəni alıb bilet mənim kimi getməməzlik eləməyin və əsərin özünü oxumamışam, amma filmlərinə baxmışam və Medea sendromu haqqında eşitmişəm və o analıq müqəddəsləşdirilmiş ana obrazını alt-üst elədiyi üçün, öz intiqamını aldığı üçün mənim üçün çox güclü bir obraz olaraq güclü qadın heç sevməm. Bu sözü heç sevmirəm, güclü qadın anlayışını heç sevmirəm, amma obraz olaraq, yəni öz intiqamını alan bir obraz olduğu üçün, bütün o antik Yunandakı qadın anlayışını, analıq anlayışını alt-üst elədiyi üçün, darmadağın elədiyi üçün Medea düşünürəm ki, çox önəmli bir tragediyadır və benim yorumlamam bu kadar.